Sahil televiziyasında mən Tural İsmailovun təqdimatında siyasi baxışı izləyirsiniz. Şübhəsiz ki, bu həftə təkcə ölkənin siyasi gündəmi üçün yox, bütövlükdə dünya siyasi gündəmi üçün vacib hadisələrdən biri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəridir. Azərbaycanla Çin arasındakı əlaqələr özəlliklə son 5 il ərzində istər siyasi, istər iqtisadi, ticari mənada ən yüksək səviyyəyə çatmışdı və məhz Azərbaycan və Çin dövlətinin iradəsi, qarşılıqlı addımları və səyləri nəticəsində Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında da mövqeləri kifayət qədər yüksəlibdir. Artıq Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun daha da artırılması məsələsi gündəmə gəlibdir. Azərbaycan bununla bağlı iradə qoyubdur. Artıq neçə aydır ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında tam üzv şəklində ən yüksək səviyyədə təmsil olunmaqla bağlı qərar verib və təbii ki, Azərbaycanın statusunun Şanxay Əməkdaşlıq Təşkilatında yüksəldilməsində Çin Xalq Respublikasının da Azərbaycana dəstəyi ən yüksək səviyyədədir və nəhayət Çin rəhbəri Xi Jinping cənab prezident İlham Əliyevlə mətbuata verdiyi birgə bəyanatda Azərbaycanın mövqelərinin Şanxay Əməkdaşlıq Təşkilatında yüksəldilməsi məsələsində Çinin dəstəyini ifadə elədi və bütövlükdə biz bilirik ki, artıq dünyada yeni siyasi konfigurasiyalar formalaşır. Özəlliklə ötən ilin dünyada qlobal seçki bumu ili kimi xarakterizə olunması, dünyanın fərqli geopolitik məcralarında sayısız parlament və prezident seçkilərinin keçirilməsindən sonra həm də analitiklərin gəldiyi ortaq qənaət bundan ibarətdir ki, dünyanın siyasi konfigurasiyası yenidən formalaşır və şübhəsiz ki, dünyada siyasi konfigurasiyalar yenidən formalaşırsa, iqtisadi narrativlər də yenidən yazılmağa başlayır və artıq iqtisadi siyasətlərdə də gələcəyə baxışda şərq yönümlü baxışın formalaşdığını görürük. Çünki qərb mərkəzli iqtisadi sistemlərdə çox ciddi problemlər var. Özəlliklə Avropanın içərisində artıq o əvvəlki Avropa İttifaqı iqtisadi birlik modelinin özünün təməllərinin biz sarsıldığını müşahidə edirik. Əslində bu proses çoxdan başlamışdı. İngiltərənin Brexit qərarından sonra isə Avropa İttifaqının içərisindəki çatlar daha da dərinləşməyə başladı və eyni zamanda Donald Trump'ın Amerikada hakimiyyətə gəlməsi iqtisadi siyasət üzərində yeni bir Amerika dünya siyasətinə baxış konsepsiyasının yaranmağına səbəb oldu. Biz bilirik ki, Donald Trump hələ birinci prezident seçilməmişdən əvvəl də böyük bir investor və milyarder iş adamı kimi tanınırdı. Onun birinci prezidentliyi dövründə də Amerika Birləşmiş Ştatlarının siyasətinin iqtisadi kimlik üzərinə qurulduğunu müşahidə edirdi. Lakin artıq onun ikinci prezidentliyi çox təzə başlasa da Elon Musk'ın Dövlət Gəlirləri İdarəsi DOJ-a rəhbər təyin edilməsi, eyni zamanda Trump'ın tətbiq etdiyi gömrük rüsumları və digər məsələlər Amerika Birləşmiş Ştatlarının iqtisadi siyasət üzərində bir dünya modeli qurmağa çalışdığını göstərir. Özəlliklə USAID və sair kimi ABŞ vətəndaşlarının vergiləri hesabına formalaşmış dövlət büdcəsinin xaricdəki bir çox layihələrə maliyyə şəklində axıdılması prosesinin qarşısında Trump administrasiyası özü bloklayıcı bir əngəl oldu və nəticədə bugün Amerika Birləşmiş Ştatlarında Amerika dövlət büdcəsində daha çox sıxılmalara gedildiyini görürük və bununla paralel olaraq ciddi ixtisar prosesləri baş verir. Amerikanın dövlət idarələrində ixtisarlar var. Məsələn, Donald Trump'ın təkcə Amerikanın maliyyələşdirdiyi Amerikanın Səsi, Azadlıq Radiosu və s. kimi media korporasiyalarının gəlirlərinin də USAID ilə eyni paraleldə kəsilməsi, həmçinin Təhsil Nazirliyi, yəni təhsili idarə edəcək dövlət idarə etməsi strukturunun ləğvi ilə bağlı iradəsi, eyni zamanda hətta vəziyyət o yerə çatıb ki, Harvard Universitetində və eyni zamanda Amerikanın məşhur təhsil ocaqlarında da Donald Trump'ın bu kəskin iqtisadi klapanları sıxmaq deyə adlandıracağımız məcazi mənada siyasətinə qarşı etiraz səsləri ucalmağa başlayır. Amma burada çox maraqlı bir məqam var. Əslində bugün Amerikanın iqtisadi təməllər üzərində siyasət qurmağının səbəbi onun Rusiya ilə ənənəvi rəqabətinin nəticəsi deyil.
Bəli, Amerika Birləşmiş Ştatları bu gün hər vəcihlə çalışır ki, onun rəhbərliyi və moderatorluğu altında dünyadakı aktiv savaş konfliktləri olan bölgələrdə anlaşmalar əldə edilsin və mən bunu hər dəfə söyləyirəm ki, Trumpın burada iki məqsədi var. Birinci məqsəd ondan ibarətdir ki, o göstərməyə çalışır ki, Donald Trump qlobal siyasi və hərbi kataklizmlərdə əsas sülh memarı qismində özünü tanıtmaq və bir növ Amerika siyasət tarixinə və dünya siyasət tarixinə sülh carçısı kimi adını yazdırmağa çalışır. Amma bu, onun bəlkə də ikinci və sonraki hədəfi ola bilər. Ən əsas hədəf ondan ibarətdir ki, Trump yaxşı başa düşür ki, dünyada nə qədər az qarşıdurma, nə qədər az savaş varsa, o qədər də çox iqtisadi rentabellik və aktivlik var və artıq Trump bilir ki, Ukrayna müharibəsinə görə Rusiya itirdiklərini itiribdir və eyni zamanda artıq Rusiya bundan sonra da hətta Ukrayna ilə sülh müqaviləsi imzalandıqdan sonra da ola bilsin ki, Amerika Birləşmiş Ştatlarının özünün kiçik iqtisadi sanksiyaları davam edəcək və yaxud da Amerika hətta özü sanksiya tətbiq etməsə belə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları heç vaxt dayanmayacaq. Çünki ən azından ortada Krım var, Donbasın işğal edilməsi proseduru var. Digər bir tərəfdən İran İslam Respublikası ilə nüvə danışıqlarında ilk dövrlərdə müəyyən bir gərginliklər hökm sürürdü, amma biz bugünkü gün görürük ki, artıq İran da Trumpın birinci prezidentliyi dövründəki ənənəni davam etdirmək qərarı verib. Əslində onsuz da biz gözləyirdik ki, Donald Trump Amerikada seçkilərdə qələbə qazandıqdan sonra Amerika və İran arasındakı danışıqlar tembri davam edəcək. Sadəcə olaraq İrandan ilk dövrdə istər prezident Məsud Pezeşkiyanın dili ilə, istərsə də bir çox yüksək rütbəli İran rəsmilərinin dili ilə Trumpın danışıqlarla bağlı dialoq təklifinə mənfi və hətta bir qədər də ifrat reaksiya verilirdi və İran Amerikanı çox kəskin ittiham edirdi. Bunun da səbəbi odur ki, İran məsələn güvənmir ki, Trump növbəti seçkilərdə əlbəttə Trump olmayacaq və yaxud da respublikaçıları qələbə çalmayacaqsa və yaxud da demokratlar yenidən hakimiyyətə gələcəksə, onda İranla Amerika arasındakı ziddiyyətlər yenə dərinləşə bilər. Çünki doğrudan da Donald Trumpın birinci prezidentliyi dövründə İran və Amerika Birləşmiş Ştatları arasında nüvə danışıqları məsələsində çox ciddi nailiyyətlər və irəliləyişlər müşahidə edilmişdi. Amma Biden hakimiyyətə gəldikdən sonra İran-Amerika danışıqlarının limiti tükənmişdi. Yəni faktiki demək istədiyim odur ki, Amerika burada İranı da artıq özü üçün çox ciddi təhlükə hesab etmir. Digər tərəfdən yenə Amerika üçün təhlükəli tendensiyalardan biri sayılan Şimali Koreyadır və Trumpın birinci prezidentliyi dövrü çox tarixi bir görüntülərə şahidlik etmişdi. Biz xatırlayırıq ki, Donald Trump birbaşa Şimali Koreya, Cənubi Koreya sərhədinə gəlmişdi və orada Kim Chen In'la görüş keçirmişdi. Ona görə də bugün bax bütün bu danışdığım məqamlar, yəni Trumpın tələsik formada Rusiya ilə Ukrayna arasında razılaşma əldə etməyə çalışması təkcə o dediyim bax bayaqki məqsədləri özündə ehtiva eləmir, həm də Trump tez bir zamanda artıq Rusiya-Ukrayna məsələsindən fokusu yayındırmağa çalışır. O tərəfdən İranla danışıqlar uzun müddət davam edəcək. Ən azından Şimali Koreyanın yəni yaxın gələcəkdə ciddi bir şəkildə Cənubi Koreyaya ballistik raket atmayacağı proqnozlaşdırılır, məlumdur. Təbii ki, dünya siyasətində heç vaxt yox deməmək lazımdır. Bu da var, amma hər bir halda indi Trumpın bütün bu qərarlarının kökü nəyə dayanır? Ona dayanır ki, bugün Çinin çox güclü iqtisadi hegemoniyası var dünyada və Amerika Birləşmiş Ştatları yaxşı başa düşür ki, Qərbin neoliberal iqtisadi sistemlərinin yavaş-yavaş çökməyə doğru getməsi bütövlükdə bugün Qərb iqtisadi və siyasi sisteminin birbaşa fokus nöqtə olaraq coğrafi məkan kimi Rusiya, İran kimi hədəfləri müəyyənləşdirməsi fonunda böyük bir Çin təhdidi gəlir. Bax, mən bunu dəfələrlə demişəm və deməkdən də çəkinmirəm. Bugün Amerika Birləşmiş Ştatlarında, müxtəlif əyalətlərdə elə küçələr var ki, oradakı Çin şəhəri adlandırılan Chinatownların sayı o qədər çoxdur ki, bəzən sənədli filmlərdə biz görürük və yaxud da Amerikaya gedib gələn dostlarımızla müzakirə edirik. Orada elə ərazilər var ki, doğrudan da sanki Çinin hansısa böyük bir şəhərində gəzirsən. Və bugün Çinin dünyaya ixrac etmədiyi elə bir məhsul qalıbmı ki, yəni hərbi sənaye məhsulları deyirsiniz Çində, tibb kosmetika deyirsiniz Çində, avtomobil sənayesində də Qərbin iqtisadi hegemoniyası çökməyə başlayır. Hörmətli tamaşaçılar, uzun illər dünya avtomobil sənayesində söz sahibi olan
böyük qərb korporasiyaları, yəni bunların bir adını çəkmək istəmirəm. Əgər onların istehsal etdiyi avtomobillər dünyanın ayrı-ayrı coğrafiyalarında, küçələrdə şütüyürdüsə, bugün Çin istehsalı olan avtomobillər dünyanın hər yerini cənginə alıbdır və iqtisadi göstəricilərə və statistikalara nəzər yetirmək lazımdır. Mən bəzən sosial media hesablarımda paylaşıram. Məsələn, təkcə Çinin BYD kimi məşhur avtomobil şirkətinin son illərdə satış həcminin hətta bəzi ölkələrdə Almaniyanın Mercedes-Benz kimi firmalarını üstələdiyi görünür və bunlar ciddi real datalardır, real rəqəmlər əsasında formalaşmış briflərdir. O baxımdan da bugün Amerika Birləşmiş Ştatlarının da əslində çəkindiyi nöqtə Çinin iqtisadi hegemoniyasının artmasıdır. Yəni bugün Çin ən ucuzundan ən bahalısına doğru bütün növ istehlak və istehsal məhsullarına malik olan bir ölkədir. Bugün Çin demək olar ki, çox az məhsulu ixal edir və bununla bağlı bir araşdırma aparsaz, Çinin rəsmi statistik rəqəmləri də ortaya çıxır ki, bugün Çində ixracat, ixalatı dəfələrlə üstələyir. Çünki Çin bütün hər şeylə həm öz əhalisini təmin edir, həm də dünyanın hər bir nöqtəsinə Çindən böyük satış bazarları gedir. Məsələn, yaxın dövrə qədər bir məqama diqqət edək ki, onlayn ticarətdə Amazon, eBay və s. yəni Amerikada qərb mərkəzli platformaların üstün olduğunu görürdük. Amma bugün Çinin Temu, Shein kimi satış platformaları demək olar ki, artıq o ənənəvi rəqibləri sıradan çıxardır. Eyni zamanda bugün Çin, mən bütün bu şeyləri sadaladım, tekstil sənayesində böyük üstünlüyə malikdir. Məsələn, əvvəllər ucuz və keyfiyyətsiz kimi dəyərləndirilirdisə ki, bunun özü də məncə o qədər haqlı bir məqam deyildi, amma bugün məsələn Çin tekstil malları o adını sadaladığım onlayn satış platformaları vasitəsilə dünyanın hər yerində və ölkəmizdə kifayət qədər alıcıya malikdir. Və belə olan təqdirdə əslində Amerikada Trump hər şeyin yaxşı fərqindədir və o başa düşür ki, bugün Amerika Birləşmiş Ştatları üçün ən önəmli rəqiblərdən biri Çindir və Trumpın bütün bu addımlarının fonu bu mənim fərdi və subyektiv təhlilimin, analizlərimin nəticəsidir. Razılaşanlar və yaxud da razılaşmayanlar ola bilər. Çinin qlobal iqtisadi hegemoniyasına qarşı duruş gətirəcək bir Amerika iqtisadiyyatı yaratmaqda. Yəni əslində Donald Trump çalışır ki, Amerikanın gələcək iqtisadi sistemini elə bir formada qursun ki, o Çin iqtisadiyyatı ilə rəqabətə davamlı bir iqtisadi model formalaşdırsın. Yəni bugün yenə də hələ də Amerika Birləşmiş Ştatlarının iqtisadi göstəriciləri Çindən üstün ola bilər. Amma Trump yaxşı başa düşür ki, hətta çox uzaq yox, ən yaxın gələcəkdə belə Çin Amerika Birləşmiş Ştatları üçün onların öz təbirincə desək, iqtisadi mənada dırnaq arası baş ağrısına çevrilə bilər. Və belə bir fonda əlbəttə ki, Çin kimi bu qədər iqtisadi imkanları böyük və dünyada çox ciddi iddiası olan bir ölkə hər bir sahədə öz rəqiblərini qabaqlayır və irəli getməyə başlayır. Baxın, əvvəllər elm və texnologiyanın şərqdəki mərkəzi Yaponiya hesab edilirdi. Bugün də elədir. Bugün də Tokionun həqiqətən də dünyada elmə, texnikaya, texnologiyaya böyük töhfələr. Amma Çində necə böyük yeniliklər var. İnsansız taksilər. Nə bilim, hər gün izləyirik kosmik tədqiqatlar sayəsində böyük yeniliklər. Yəni Çin artıq həm də elm və texnikanın ən innovativ şəkildə inkişaf etdiyi ölkədir və bəzi parametrlərə görə hətta Yaponiyanı da üstələyir. Yəni gəldiyimiz nəticə odur ki, təkcə iqtisadi, ticari və siyasi anlamda deyil, kültürel anlamda, yəni Çinin o Konfutsi dövründən gələn ən qədim fəlsəfi düşüncəsi və günü bu gündə Çinin özünə xas kulturu, mədəniyyəti, yanaşmaları dünya üçün cəzbedici bir Çinin məkana çevrilməyinə səbəb olubdur. Və təbii ki, Azərbaycanın bugün Çinlə əlaqələrinin yüksək səviyyədə çatdırması, mən təhlilimin əvvəlində vurğuladım, Şanxay Əməkdaşlıq Təşkilatı platformasından uzandı və bugün cənab prezidentin bu həftə ərzində Çinə səfəri ilə Azərbaycan-Çin münasibətləri üçün tarixi bir irəliləyiş əldə edildi. Biz bilirik ki, bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə cənab prezidentlə Xi Jinping görüşmüşdü, orada bir müqavilə imzalanmışdı, Çinlə Azərbaycan əməkdaşlığını dərinləşdirmişdi və bugünə qədər də Çin vətəndaşları vizasız şəkildə Azərbaycana gələ bilirdilər və artıq Çində imzalanan hər tərəfli əməkdaşlığa dair birgə bəyannamədən sonra gözəl bir nəticə ortaya çıxdı və bundan sonra Azərbaycan vətəndaşları da vizaya ehtiyac olmadan Çin Xalq Respublikasına səfər edə biləcəkləri bu çox tarixi və önəmli bir məqamdır. Eyni zamanda
Azərbaycan və Çin beynəlxalq platformalarda terrorizmə və ekstremizmə qarşı mübarizədə birgə səylərini davam etdirəcəklər. Onsuz da Çin 30 il ərzində Azərbaycan torpaqları işğal altında olan dövrdə də Azərbaycanın hər zaman ərazi bütövlüyünü dəstəkləyib. Bundan sonra da Çin Azərbaycanın ərazi bütövlüyünü hər bir platformada dəstəkləyəcəyini bəyan edir. Azərbaycan eyni zamanda hər zaman söylədiyi o siyasi dəstək və qətiyyəti bu bəyannamədə bir daha vurğuladı ki, Azərbaycan bir Çin, vahid Çin strategiyasını dəstəkləyir. Yəni biz Tayvan ətrafında qurulan oyunların əleyhinəyik və Çinin ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Eyni zamanda mədəni əlaqələrin dərinləşdirilməsi məsələsi Azərbaycan-Çin arasında imzalanan birgə bəyannamədə geniş əks olunub. Yəni həm Çində Azərbaycan mədəniyyət günlərinin, həm Azərbaycanda Çin mədəniyyət günlərinin bundan sonra daha mütəmadi keçirilməsi orada vurğulanıb və vacib bir məqam. Mən bayaq elm və texnikada Çinin artıq dünya liderliyi səviyyəsinə getdiyini söylədim. Kosmik tədqiqatlar sahəsində Azərbaycan və Çin ortaq addımlar atacaq. Doğrudan da son illərdə Azərbaycanın bu sahədə çox böyük təşəbbüsləri var. Yeri gəlmişkən kifayət qədər fəaliyyəti yüksək və təqdir edilən olan və ictimai rəydə də böyük rəğbət qazanan Azərkosmosun fəaliyyətini də mən xüsusi alqışlayıram və Çinlə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa dair birgə bəyannamədə də Azərbaycan, Çin arasındakı ortaq kosmik tədqiqatların bundan sonra da davamlı olacağı vurğulanıb və yeri gəlmişən hələ mən elə bu səfərdən 5-6 gün əvvəl, yəni artıq ötən həftədən Azərbaycan-Çin münasibətləri ilə bağlı ölkə mediasında müxtəlif çıxışlar edirəm, yazılar yazıram və doğrudan da Azərbaycan-Çin münasibətlərində tarixi bir nailiyyət, tarixi bir bəyannamə əldə edilib. Yekunda bir məsələni də vurğulayım ki, 24 apreldə qondarma dırnaqarası erməni soyqırımının il dönümü adı altında Ermənistanda növbəti tragikomik bir maskarad tamaşası düzənləndi və insanlığını itirənlər yenə İrəvan küçələrinə çıxaraq öz aləmlərində güya yürüyüş keçirib Azərbaycan-Türkiyə bayrağı yandırmaqla məşğul idilər. Rəzalətdir, bədbəxtlikdir. Bugün dünya inkişaf edir. Bugün Azərbaycan Çinlə gedib kosmik tədqiqatlar və digər bütün sahələrdə ən yüksək səviyyədə bəyannamə imzalayır. Bilirik ki, yaxın gələcəkdə, yəni artıq İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri gözlənilir. İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir. Bugün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkə prezidenti vacib ölkələrə səfərlər edir, müqavilələr imzalayır. Dünyanın önəmli siyasi liderləri ölkəmizə təşrif buyururlar. Burada Ermənistandakı bədbəxt revanşistlər nə ilə məşğuldurlar? Orada bayraq yandırmaqla. Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan açıqlama yayır ki, Nikol Paşinyan bəs Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyir. Nə danışırsınız? Necə olur? Sənin paytaxtında, sənin güya sülhlə bağlı danışıqlar apardığın Türkiyə, sənin güya sülh müqaviləsi imzalamaq istədiyin Azərbaycan bayrağı yandırılır, sən hara baxırsan? Hanı sənin güc strukturların, hanı sənin hüquq mühafizə orqanların? Və hər bir halda bu hadisə bir daha göstərdi ki, Ermənistan müxalifəti nə qədər revanşistdirsə, Ermənistan hakimiyyəti də həm revanşistdir, həm də eyni zamanda sülhlə bağlı baxışlarında əsla səmimi deyil. Sağ olun, salamat qalın.